Salam, bugün sizlərlə Riyaziyyat 2-ci sinif dərslik kitabının 1-ci hissəsinin mövzusunun izahlarını verəcəm. Açırıq kitabımızın mündəricat hissəsinə. 1-ci bölməmizdə ədədlərin müqayisəsi və sıralaması baxın bu mövzunu öyrənəcəyik və açırıq kitabımızın 1-ci hissəsinə. Ədədlərin müqayisəsi və sıralaması. Bizə 3 uşaq şəkli verib və uşaqlar dəniz kənarında balıq qulağı toplayıblar. Bizə 3 sual ünvanlayır. Kim ən çox balıq qulağı toplayıb? Uşaqlar, biz bunu 2 üsulla tapa bilərik. Birinci üsulumuz saymaq üsulu ola bilər. Yəni balıq qulaqlarını bir-bir sayıb tapa bilərik. İkinci üsulumuz isə gözə yarı üsulumuzla tapa bilərik. Birinci sualımızda kim ən çox balıq qulağı toplayıb? Biz göz yaddaşımızla görə bilərik ki, buradakı qız daha çox toplayıb və biz bunu saya da bilərik. Saysaq da yenə bu qızın, yəni 3 nömrəli olan uşağın balıq qulağının sayı daha çox olacaq. İkinci sualımızda kim ən az balıq qulağı toplayıb? Baxın, bunu da yenə saymaq üsulu ilə tapa bilərik və göz yaddaşımızla da görürük ki, 2 nömrəli olan oğlan uşağı, yəni 2 nömrəli daha az toplayıb. Bunu necə müəyyən etmək olar? Bayaqları dediyimiz kimi, birinci üsulumuz saymaq üsulu, ikinci üsulumuz isə gözə yarı üsulu, yəni göz yaddaşımızla olan üsulumuzla tapa bilərik. Və keçirik. Yeni bir bölmədir, yada salma bölməmizdə. Biz həm ədəd oxunun üzərində işləmə qaydasını və həm də iki rəqəmli ədədlərdə təşlik və onluq qaydasını öyrənəcəyik. Ədəd oxunda ədədlər sıfırdan başlayaraq ardıcıl olaraq bərabər aralıqda düzülür. Ədədlər sağa doğru artır. Baxın, sağa doğru artır. Yəni bu hissədən artır. Sola doğru isə azalır. Yəni sağdan da sola doğru olanda azalır. Ədədlərin, baxın, hamısı əgər biz ədəd oxu qururuqsa, mütləqdir ki, orada ədədlər eyni aralıqla artsın. Məsələn, 1-1 artma qoyuramsa 1, 2, 3, 4, 5. Əgər 2-2 düzürəmsə 2, 4, 6, 8, 10. Baxın, bu cür saymalar ritmik sayma adlanır. Yəni, hər bir rəqəmin üzərinə özünün artdığı qədər. Məsələn, 2 artıram, 2 üstəgələk 2, 4, 4 üstəgələk 2, 6, 6 üstəgələk 2, 8. Bunlar ritmik sayma adlanır. Ritmik saymalar 2 cür olur. Geri ritmik sayma və irəli ritmik sayma. Uşaqlar, baxın, irəli dediyimiz zaman, irəli sözündən biz anlayırıq ki, ədədlər artmalıdır. Geridə isə ədədlər azalmalıdır. Yenə deyirəm, baxın, mütləqdir ki, öz vahidi qədər artsın. Məsələn, 2 qoyuramsa 2-2-yə, mütləqdir ki, o 2-2 artmalıdır. Əgər 3 qoyuramsa, mütləqdir ki, o 3-3 artsın və yaxud azalsın. Geri saymada, baxın, burada bizə 6, 16, 26, 36 rəqəmlərini verib və bunlar irəli ritmik saymadır. Amma 74-dən başlamaqla geri 10 ritmik sayma isə geri ritmik saymadır. Məsələn, 74, 64, 54, 44 bunlar geri ritmik sayma adlanır. İndi isə gəlin təklik və onluqlar mərtəbələrini öyrənək. Baxın uşaqlar, indi isə uşaqlar təklik və onluqları öyrənirik. Bizə baxın bu hissəsi. Baxın bu hissəni. 2 rəqəmli ədədin sağdan birinci rəqəmi təkliklərin, ikinci rəqəmi isə onluqların sayını göstərir. Uşaqlar, gəlin birinci öyrənək ki, təklik nədir, onluq nədir? Baxın, bir rəqəm yazıram bura. Məsələn, yazıram bura 5. Baxın, bu təklikdir. Adından göründüyü kimi tək durur. Yəni, tək durursa deməli bu təklikdir. Təkdir. Amma biz bunun yanına məsələn 1, 2 yazsam, bu olur 25, oxuya bilirəm. Və bu oldu 2 rəqəmli ədəd. Bəs məndən soruşsa
soruşurlar ki, bu 25 rəqəmində neçə dənə onluq var? Baxın, onu belə taparam. Buradakı qaydamıza əsasən 2 rəqəmli ədədin sağdan birinci rəqəmi təkliklərinin, yəni 5-imiz təklik. Baxın, bunu dairələyirəm. 5-imiz olur təklik. Yəni 5 dənə təkliyimiz var. Yəni 5 dənə birimiz var. Baxın, 1, 1, 1, 1, 1. 5 dənə birimiz var. Burada isə 2 dənə onluğumuz var. Baxın uşaqlar, 2 dənə onluğumuz nə deməkdir? Yəni 10 üstə gələk 10. Ritmik sayma 10 üstə gələk 10. Yəni 2 dənə bizim onluğumuz var. Bunu belə tapıram. Baxın, burada da bizə modellə veribdir. Modeldə baxın 5 ədəd onluq, 9 ədəd də təklik verib. Bunların hamısını baxın ritmik saymadan istifadə elədik. 1, 1, 1, 1, 1, 10 üstə gələk 10, 20 oldu. Ümumi rəqəmimiz 25 və təkliklər mərtəbəsi dediyimiz kimi 5, onluqlar mərtəbəsi 2 oldu. Eyni zamanda burada 59 rəqəmini bizə misal olaraq verib. 5 dənə onluğumuz, 9 dənə təkliyimizin olduğunu bizə göstərdi. Ümid edirəm ki, başa düşdünüz və keçək təkrar üçün tapşırıqlara. İndi isə uşaqlar təkrar üçün tapşırıqlara baxırıq və biliyimizi möhkəmləndiririk. Deməli, bizə burada verib ritmik saymaqla əşyaları tapın. Birincidə göstərir bizə uşaqlar ayaqqabılardır. Yəni cüt ayaqqabılardır. Bir cüt ayaqqabıda 2 ədəd ayaqqabı var. Deməli, biz bunları 2-2 ritmik saymaqla tapacağıq. Deməli, 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28. Deməli, birincidə 28 ədəd saydıq ritmik saymaqla. İkincidə şarların sayını verib. Şarlarımızda deməli şarlarımız bir top şarda 5 ədəd şar var. Baxın 5 ədəddir. Deməli 5-5 ritmik saymalıyıq. 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55, 60, 65. Deməli 65 ədəd şar saydıq ritmik saymaqla. C variantına baxıram. C variantında yumurtalardır və bir belə çərçivənin, yəni bir dənəsinin içində, bir kasetin içərisində 2, 4, 6, 8, 10. 10 ədəd yumurta var. Biz deməli bunu 10 ritmik saymaqla tapacağıq. 10, 20, 30, 40, 50, 60. 60 ədəddə yumurtanın sayını ritmik saymaqla tapdıq. İkinci misalımızda ədədləri tapın. 65-dən sonrakı ilk 5 ədəd. Uşaqlar, sayarıq. 65-dən sonra nə gəlir? 66, 66, 67, 68, 69 və 70. Bu A variantının oldu uşaqlar. Baxın, 65-dən sonrakı ilk 5 ədədimiz 66, 67, 68, 69, 70. 5 ədəd oldu mu? Bəli, oldu. Bura yazıram göylə A bəndi. İndi isə B bəndini yazaq. 53-dən əvvəlki ilk 4 ədəd. 53-dən əvvəlki deyir. Uşaqlar, sonra deyəndə, yəni sonra artmaqdır. Yəni sonra. Əvvəl dedikdə isə yəni olub keçibdir. Yəni olub və biz onu sayırıq. Əvvəlki isə azalmadır. Gəlin. 53-dən əvvəlki ilk 4 ədəd. 52 azala gedirəm baxın. 52, 51, 50, 49. Deməli, 53-dən əvvəlki ilk 4 ədədimiz 52, 51, 50, 49. Burada biz nədən istifadə elədik uşaqlar?
Geri ritmik saymadan. Yuxarıda irəli ritmik saymadan istifadə elədik. B variantında isə geri ritmik saymadan istifadə etməklə tapdıq. 48-dən sonrakı ilk 3 ədəd 48-dən sonrakı. Baxın. 48-dən sonra 49, 50, 51. Deməli, ilk 3 ədədimiz 49, 50 və 51 oldu. C variantının da bu. D variantı. 32-dən əvvəlki, yəni geri gedirəm. 32-dən əvvəlki ilk 6 ədəd 31, 30 sayıram baxın. 29, 28, 27, 26. 6 ədəd oldu mu? 1, 2, 3, 4, 5, 6. Bu qədər. 26. Deməli, uşaqlar, təkrar olaraq nətər deyirik? Əvvəl deyəndə geri getmə, sonra deyəndə irəli getmədir. Belə. 3. Ədəd oxu üzərində nöqtələrə uyğun ədədləri müəyyən edin. Uşaqlar, gəlin birinci biz burada ədəd oxumuzun neçə artdığını bilməliyik və ondan sonra ədədlərimizi o cür quracaq. Baxın, 1-dən 10-a qədər olan hissəyə baxıram. Baxın, belə. 1-dən 10-a qədər, deməli, burada 1-1 ritmik saymadan istifadə olunub və ədədlər 1-1 artır. Baxın, 1, 1, 2, 3, 4, 5, 6. 6. Deməli, burada neçə olacaq? 7. 8, 9, 10. Gəlin, silək bunu. Bir dənə aydın baxaq. Baxın, böyüdürəm sizin üçün. Qırmızı ilə edirəm. Baxın, 1, 2, 3, 4, 5, 6. 6-ya düşdü, görürük. 7, 8, 9, 10. Aha. Biz burada onu bildik ki, uşaqlar, ədəd oxumuz 1-1 olan ritmik saymadan istifadə olunub və bundan sonrakına baxaq. Birinci boşxanamıza 6 tapdıq. 10, 11, 12 və 13. Bura 13 olacaq. Bir də bura baxıram, uşaqlar. 20. Bura qədər 20 gəlib. 21, 22, 23, 24, 25 və 26. Bura yazacağam 26. 30, 31, 32, 33, 34 və bu olan yerə 35. 40. 40-dan sonra baxın uşaqlar nətər taparam. 50, 50 burada dayanıb, 50. 49, burada neçə olar? 48. Geri ritmik saymadan istifadə edirəm burada. Cavabımızı daha tez tapmaq üçün. 50-dən sonra ritmik saymadan istifadə edək. 51, 52 və 53 ritmik saymadan. 60-dan sonra irəli ritmik sayma. 61, 62, 63 oldu deməli bura. 70. Burada geri ritmik saymadan istifadə edək. 80-dirsə bura. 79. Bura olacaq 78. Xanaların içi. Deməli, burada 80. Burada gəlin yenə geri ritmik saymadan istifadə edək. 90, 89, 88, 87, 86 bura olacaq. Burada da 90, 91, 92, 93 və burada olacaq 94. Uşaqlar, ümumilikdə biz cavabımızı daha tez almaq üçün həm irəli, həm də geri ritmik saymanın ədəd oxu üzərində tətbiqini sizə göstərdik. Keçirik 4-cü misalımıza. Verilmiş ədədlərdən ədəd oxu üzərindəki hərflərə uyğun olanları tapın. Uşaqlar, biz burada birinci ədədlərimizin neçə artdığını öyrənməkdir. Baxın, 40. 40-dan sonra gəlir 41, 42, 43, 44, 45. Deməli, burada ədədlərimiz bir-bir artmaqla ritmik saydan istifadə olunub. A variantına, yəni A-nın olduğu yerə hansı olar? 40, 41 və 42. Deməli, buraya yazaram 42. 43, 44. B variantına yazaram 44. B variantına yazaram 44.
Daha sonra 45, 46, 47 C variantına yazaram. 48, 49, burada 50. Deməli, bizdə nə edir? Verilmiş ədədlərdən ədəd oxu üzərində hərflərə uyğun olanları tapın. Hərflərə uyğun olanlar hansı oldu uşaqlar? Deməli, burada seçirəm. Göy rəngli dairələyəcəm. Burada seçirəm. 42 var idi. 44, bəli var. 48-imiz, bəli var. Deməli, bu üçü 48, 42 və 44 olanı seçdik. B variantı. B variantına da gəlin baxaq görək ədədlərimiz hansı ritmik sayla artır. Deməli, 50, 51, 52, 53, 54, 55. Deməli, burada da 1-1 artır. Gəlin indi sıralayaq. 50, 51, 52, 53. Bura yazaram 53. Gəlin qırmızı ilə yazaq ki, rəngimiz daha yaxşı olsun. 53. Burada var 55, 56, 57. B variantına yazaram 57. 60, 61, 62. C variantına olar 63. 65, 66, 67. C variantına olaram 67. Gəlirəm D variantına. 75, 76, 77. D variantına olar 78. Baxın uşaqlar, burada mövzumuzu möhkəmləndirmək üçün bizə nələr var idi? 1-1 ritmik saymadan istifadə edirik. Deməli, 80, 81, 82 yazaram bura. Daha sonra 90, 91, 92 yazaram E variantına. Biraz 92 yoxlamadı. 92. Daha sonra F variantımıza 95, 96, 97 və 98 olanı seçirik. Gəlin indi burada rəqəmlərin içində bunları bir-bir dairələyək. Deməli, 53-ümüz bəli burdadır. 57-miz burdadır. 63-ümüz burdadır. 67-miz burdadır. 78-imiz burdadır. 82-miz hardadır? Burdadır. 92-miz Ə variantından olan burdadır. 98-imiz də burdadır. Və beləliklə dairələdik. 5-ci misalımız. Onluq və təşkillərin sayını müəyyən edin. Kubların sayını dəftərdə yazın. Baxın uşaqlar. Burada neçə kubu görürəm? Baxın 1, 2, 3, 4. 4 ədəddir. Eləmi? Deməli, saysaq kubların sayını hər kubda 10 ədəd kub var və üst-üstə yığılıb. Gəlin biz bunu ritmik saymadan istifadə edək. 4 dənə onluğumuz var. Yəni 10, üstə gələk 10, üstə gələk 10, üstə gələk 10. Bu eləsin bərabərdir 40. Biz onu saymağı bilirik. 40. Təşkillərimin sayına baxaram. 1, 2, 3, 4, 5. Təşkillərimin sayı isə 5-dir. 40-ın da üstünə gələrəm 5. Eləyər neçə? 45. Gəlin indi belə yazaq. Deməli. 40, 45. Deməli, təşkillərimin sayı təklik olan hissədə, onluqlarımın sayı onluq olan hissədə və oldu 45. 5 dənə təkliyimiz, 4 ədəd onluğumuz var. Kubların sayını burada da 1, 2, 3, 4, 5. 5 ədəd onluğumuz. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7 ədəddə təkliyimiz var. 57 oldu. C variantında baxın. 1, 2, 3. 3 ədəd onluğumuz var. Təklik olan hissəmiz olmadığına görə bura biz 0 deyirəm. Yəni olur 30. Təkliyimiz 0, onluğumuz 3 ədəd. Yuxarıdakı qaydamızı tətbiq etdik. Baxın 5 ədəd təklik, 4 ədəd onluq. Hamısında da ritmik sayılardan istifadə edirəm. Baxın 10, 20, 30, 40, 50.
10, 20, 30. Yəni təşliyimiz olmadığına görə üstünə heç nə gəlmədik. Belə. Daha sonra 6. Onluq və təşliklərə ayrılmış ədədləri dəftərdə rəqəmlə yazın. Yazaq. 8 onluq, 2 təşlik. Baxın, bayaqlar nətər yazmışdıq? Bura bir dənə yazım. 8 dənə onluğum, 2 dənə təhliyim varsa, deməli bu 82-dir. Yanaşı gətirirəm da. Belə. 7 dənə onluq, 0 dənə təklik, 70. Yanaşı yazıram. 4 ədəd onluğum, 4 ədəd təhliyim 44. 8 onluğum, 9 ədəd təkliyim də 89. Baxın uşaqlar, belə. Deməli 8 onluq nə deməkdir? Yəni 8 ədəd onun üst-üstə gəlmək. Yəni 10, 20, 30, 40, 50, 60, 70, 80. 80-in də üstünə 2 gəlirəm, edir 82. Ədədləri onluq və təkliklərinə ayırın. Onluq və təkliklərinə ayırın. Baxın, burada belə yazaq. Deməli, 24 ədədində 4 ədəd onluq var. Baxın, onluqları qırmızı dairəyə alacam uşaqlar. Təklikləri qırmızıya alacam, onluqları göyə dairəyə alacam. Deməli, 4 ədəd onluğum, 2 ədəd, çox üzr istəyirəm, 4 ədəd təkliyim, 2 ədəd onluğum var. Burada 6 təkliyim, 3 onluğum var. 7 təkliyim, 2 onluğum var. Burada 9 təklik, 8 ədəd onluq. Burada 6 ədəd təklik, 5 dənə onluq. 1 dənə təkliyim, 7 dənə onluğum. Daha sonra 5 dənə, yəni 0 dənə təkliyim yoxdur, amma 5 dənə onluğum var. 2 dənə təkliyim var. 6 dənə onluğum var. 9 dənə təkliyim, elə 9 dənə də onluğum var. Deməli, 2 dənə təkliyim, 7 dənə onluğum. Burada yenə 2 dənə təklik, 4 dənə onluq. Burada 0 təklik, amma 3 dənə onluğum var. Burada da yenə 3 dənə təkliyim, 3 dənə onluğum var. Belə. 8-ci. Samir fikrində iki rəqəmli ədəd tutdu. Bu ədəddə 5 təklik var. Baxın uşaqlar, iki rəqəmli ədəd tutdu. Biz iki rəqəmlinin bilmirik nədir. Gəlin, belə bir boşluq qoyaq. İki rəqəmli ədəddir. Deyir, bu ədəddə 5 dənə təklik var. Uşaqlar, təkliyi biz hardan qoyurduq? Təklik gəlirdisə, sağ tərəfdən gəlirdi təklik. Baxın buradan. Deyir, 5 dənə təklik var. Onluqların sayı, yəni burada olan təkliklərin sayından, yəni 5-dən bir vahid çoxdur. Uşaqlar, vahid çoxdur deyəndə nə varırdıq? 5-in üstünə 1 gəlirəm, eləyir 6. Yəni üstə gəlirəm, vahid çox deyir. Baxın, deməli, onluqların sayı təkliklərin sayından bir vahid çoxdur. Deməli, 6 dənə onluğum var. Rəqəmim neçə edir? 65. Deməli, Samirin fikrində tutduğu ədəd 65 imiş. Belə. 9. Lalə fikrində iki rəqəmli ədəd tutdu. Gəlin yenə iki rəqəmli ədəd tutuq Lalə. Belə boşluq qoyaq. Bu ədədin rəqəmləri cəmi 4-ə bərabərdir. Bu hansı ədədlər ola bilər? Uşaqlar, gəlin rəqəmləri cəmi 4-ə bərabər olanları iki rəqəmli yazaq. Heç buna ehtiyac qalmasın. Rəqəmləri cəmi 4-ə bərabər olsun. Baxın,
10, 13 ola bilərmi? Ola bilər. Rəqəmləri cəmi 4-dür. 22 ola bilərmi? Ola bilər. Rəqəmləri cəmi 4-dür. Başqa neçə ola bilər? 31 ola bilərmi uşaqlar? Ola bilər. Rəqəmləri cəmi 4-dür. Biz başqa elə rəqəmləri cəmi 31, bir də 40. Çünki uşaqlar 4-ün üstünə 0 gələndə eləyir rəqəmləri cəmi 4. Əgər videom sizin üçün maraqlı oldusa, kanalıma abunə olmağı, dostlarınızla paylaşmağı və bəyənməyi unutmayın.